Tərbiyənin önəmi burada roludur. Amma eyni zamanda insana o cəmiyyətdə o bərabər imkanlar verilməlidir. Əgər mən kiminləsə seçmə imkanı. İstənilən bir hansı bir münasibətdən kişidən xoşum gəlirsə, onunla çox normaldır. Əlaqədə ola bilməm. Yəni bunu kişilər üçün azaddır, amma bərabərlik qadınlar üçün bərabər deyil. Bu cür mesajlar verməyək. Yox, söhbət mesajdan vermək getmir. Yox, cəmiyyətin kökərdiyi başqa şey deyil. Yox, cəmiyyətin... Vallahi, Rəman müəllim, deyək mənim sözüm yarımçıq qaldı. Mənim sözüm yarımçıq qaldı. Cinsi azadlıq olsun, tam bir də ailə liberallıq olsun. Xahisə xanım, cinsi seçmək Əzim, kişilər hansı qadınlarla gəzir? Kişilər hansı qadınlarla gəzir? Kişinin seçimi başqa siz deyirsiniz ki, qadın istədiyi kimi sərbəst, öz seçimində olsun, istədiyi kişi ilə, istədiyi mövzudan uzaqlaşdıq. Bu məsələn, bura saxlayaq, mövzudan uzaqlaşdıq, gəl mövzudan uzaqlaşmayaq. Xahisə xanımın dediyi məqamı mən başa düşürəm. Bu sırf fikrinizdir. Onu gəlin biz danışaq. Biz gəlin danışaq ki, kişilər niyə? Elşad bəy dediyi kimi, bu cür yanaşma Azərbaycan ailəsini dağıdar. Azərbaycan ailəsini dağıdan 99% kişilərin sərbəst cinsi münasibətdə olmaq ehtimalı olmasıdır. Yanlışdır, onu gəlin düzəldəyin də. Gəlin onu düzəldəyin. Qadınların hikkəsidir, qadınların ailədə liderlik iddiasıdır. Qadınlara verilən, son dövrlərdə verilən ifrat hegemonluqdur. Son dövrlərdə Azərbaycan ailəsinə xələl gətirən, Azərbaycan ailəsinin möhkəmliyinə bir-birinizi dinləyə-dinləyə danışmazsanız olmaz bir proqram. Bir dəqiqə, hamı məni dinləsin, çox xahiş edirəm. Bəli, kişi də Azərbaycan ailəsində lider kişi olmalı. Hafiz müəllim, Günay xanım. Məxsus olaraq o ailədir. Hafiz müəllim, dinləməsəz mən proqramı kəsəcəm, mən dinləməsəz mən proqramı kəsəcəm. Xahiş edirəm. Xahiş edirəm, Əli müəllim. Bizim mənası buradan bilinir ki, 2 dəfə mən yaşlı adam burada oturmuşam, ağzımda sözümü tuturlar. Aydındır. Bir dəqiqə mən dinləyəsiz. Bu qızın faciəsi nədəndir? Aysel, qayıdıq xanımımıza. Azərbaycanlı qızı nə qədər qızdır, avırın ismətini gözləyir. Ağıllı qız olarsa, ağıllı gəlin olacaq. Ağıllı gəlin olsa, ağıllı ana olacaq. Ağıllı ana olsa, ağıllı nənə olacaq. Bu bir etap da bir-birinə bağlıdır bu fəsillər kimi, qış yazar. Bunun faciəsi hardadır? Bu qızlığını tanımadığı, bilmədiyi, tələsə-tələsə gedib gəlin olubdur. Bir gün buna deyilən sözlər qızlığında deyilməzdir. Ona görə ki, heç nədən sabah adi küçədə gedən bir adam bilir ki, qıza deyilən sözü gəlinə deyərlər. Əslində, Əli müəllim, bizim mövzumuzun müzakirəsində ona görə qoymuşuq ki, mentalitet, adət, ənənə və zorakılıq. Bax, xanımın da dediyi məqamları dinlədiysə... Mən bağışlayayım, bir dəqiqə, mən gəlin üzr istəyirəm. Polisi var bunun, qanunumuz var, boşanma var, talaq var, bu kişi. O dindar oturdu, heç fikir görmür ona. İndi siz icazə verin. Dədəmiz, babamız da arvadlar boş idi. Arvadlar yox, hətta bir söz mən istəyirəm. Kafir ölkəsi. Azərbaycan dünyəvi dövlətdir. Bayrağında yaşıl rəng var, müsəlman ölkəsidir. Azərbaycan ölkəsidir. Əli müəllim, siz mənə icazə verin, mən Elşad müəllimlə davam edeyim söhbətimizi. Bitirin. Həmən Elşad müəllim təsdiq eləyər bunu. Bizim imamlarımızda da boşanma olub. Hətta diniyə bir Azərbaycanda yox ha. Katoliklərdə, budistlərdə, hamıda var. Əli müəllim, zamanınız bitti. Amma bağışlayın üzr istəyirəm. Zamanı bitti, alırsınız. Əli müəllim, öz zamanınızı istifadə eləyin də, yaxşı. Onlar israfçılıq eləməyiddilər. Bilirsən, etavla eləyidilər, yavaş-yavaş. Bizdə surət var. Bir gün qadınlarımız avrolaşmaq istəyir, kişilərimizin əksəriyyəti güya dinə qayıtmaq istəyir, güya. Modellər qopmuşuq yerimizdən. Bir şeydə qopandan sonra o diyirlənən şarını apar olmayan şey diyirlənən şeydir. Burada yekunlaşdıraq. Elşad müəllim, sizə çox xahiş edirəm. Hər birinizə mən artıq bir də bu xəbərdarlığı eləməyəcəm. Çox xahiş edirəm. Məni bir aparıcı kimi dinləyin. Əgər məni dinləməyəcəksinizsə, o zaman bunu müzakirənin eləməyin yeri yoxdur. O zaman müzakirə eləməyin yeri yoxdur, Əli müəllim. Və siz də, mən işarə edəndə siz artıq bunu bilək. Buyurun, Elşad müəllim. Bax, ümumiyyətlə bu tələsmə, ümumiyyətlə adət, o xanımın dediyi məqamı. Ümumiyyətlə bir şey deyim sizə. Biz indi Sovet ailə düşüncəsi, hal-hazırda Avropa ailə düşüncəsi, müasir Azərbaycanlı ailəsi, bütün dünyəvi nə varsa hamısı ailə düşüncəsi ilə bağlı bunu danışırıq. Bəlkə biraz da bizim bayraq dizi, bayrağımızın rəngləri arasında yer alan İslam ailə anlayışı və ya nə demək istəyirəm, dünyəvi olmaqla bərabər uca yaradıcının bizə
bizi bizdən daha yaxşı tanıyır yarattığına görə. Onun ortaya qoyduğu bir ailə anlayışı haqqında da qısa olaraq mən burada bir şey demək istəyirəm. Amma qısa olaraq əlbəttə, yəni bizdə əksik olan tərəf nədir? Əlbəttə ki, burada liderlik davasına qalxmaq lazım deyil ki, ailədə lider kim olmalıdır. Biriləri deyir biz olaq, o birisi deyir siz olaq. Məncə vəzifələri gözəl bir şəkildə bölüşdürmək lazımdır. İslamın bizə öyrətdiyi, yəni milli dəyər olaraq, əslində İslam da bizim milli dəyərimizdir, mənəviyyatımızdır. Bizə öyrətdiyi şey hər kəsin öz vəzifəsini gözəl bir şəkildə bilməsi və qarşılıqlı haqları yerinə yetirməsidir, qarşılıqlı borcları yerinə yetirməsidir. Bir insanın, bir müsəlmanın atasına, anasına olan borcları var, övladına olan qarşı vəzifələri var, cəmiyyətə qarşı olan vəzifəsi var, Allaha olan qarşı vəzifələri var. Bu vəzifələri bilməliyik, bu vəzifələri dərk eləməliyik və mənə elə gəlir ki, o ilahi qaynaqlı bizə əmr edilən vəzifələri yerinə yetirdiyimiz zaman müəyyən dərəcədə inkişafa gedə bilərik. Bu da nə deməkdir? Əlbəttə ki, ailədə sevgi, məhəbbət, qarşılıqlı anlayış və kompromis İslamda çox əhəmiyyətlidir. Çox əhəmiyyətlidir. İkinci bir məsələ, qadınlar indi kişilərə görə fiziki yaradılış etibarı ilə müəyyən incəlikləri vardır. Qadınlar incə varlıqlardır. Allah Taala mömin insanlara, kişilərə bildirir ki, Peyğəmbərimiz də buyurur ki, qadınlar sizin əmanətinizdir. Sizə bir əmanət olaraq verilmişdir. Baxın, əmanət çox önəmli və əhəmiyyətli bir məsələdir. Əmanət ona zülm edə, işgəncə ilə döyüş, söyüş mənasında deyil. Onun qayğısına qalmaq deməkdir. Amma qorumaq, müdafiə eləmək. Amma qadın da o dəyərlərə sahib olan qadın olacaq ki, gözəl dəyərlərə sahib olan qadın olacaq ki, o da kişisinin qayğısına qalsın, evinin, eşinin qayğısına qalsın, onun namusunu, şərəfini, ailəsini, övladlarını qorusun. Bunlar qarşılıqlı olduğu zaman və işin təməlində də bir şey var. Allah Taala'nın Vədud deyə bir adı var, isimlərindən biridir. Bu sevgi və məhəbbəti yaradan deməkdir. Aramızda sevgi və məhəbbəti yaradan Quran-ı Kərim ayəsində Allah Taala'dır. Biz bu sevərək, bir-birimizə bu qarşılıqlı məhəbbəti bildirərək, mənə elə gəlir ki, bunu eyni zamanda sadəcə dünyəvi ləzzətlərimiz, şəhvətimiz, nəfsani arzularımız üçün deyil, biraz da Allah üçün etməliyik. Biraz da yox, daha çox Allah üçün etməliyik. Aydındır. Yəni sevərkən Allah üçün sevməliyik, qoruyarkən Allah üçün qorumalıyıq. Onu vurarkən, döyərkən Allah qorxusu olmasa bir insanda, o vuracaq, döyəcək, söyləyəcək və məhvə doğru gedəcək. Çəkinməlidir, inanc dəyəri. Əlbəttə ki, bu da etiqadla bağlı bir şeydir. Mən insan haqları məsələsində də bir şey deyim. Mən sizə yekunlaşdıraq, çox zamanımızı yaxşı idarə İnsan haqları bizdə tanrılaşdırılmış bir şəkildə bizə ifadə edilir. Allah şükür, indi qərbi bilirik, tanıyırıq, Allah imkan verib, biz də gelib orada yaşamışıq, ailə dəyərlərinin nə olduğunu da bilirik. Bəli, insan haqları çox önəmlidir. Əslində Allahın bizə ortaya qoyduğu ən əsas prinsip də qul haqqıdır, bəndə haqqıdır, yəni insan haqqıdır. İnsan haqqını əslində biz ən gözəl bir şəkildə sahib olmalıyıq. Amma başqalarını bombalayaraq, başqalarını məhv eləyərək insan haqlarının təbliğatında problem var. Aydındır. Siz siyasətə getməyin, çünki siyasətə getsək o başqa bir İşin həmişə birici gedib ora çıxılmısınız. Siz deyirsiniz ki, o kimisə vuranda bu Allah qorxusu olmalıdır. Amma bu indi Azərbaycan dünyəvi dövlətdir. Bunun mühafizə dedikdə nələri var? Bu halda niyə insan qorxmur ki, bunun üçün vurmağa görə tam 5 il cəza var. O qadını o günə qolunu o günə salmağa görə tam 10 il cəza var. Mən sizə gəlin belə deyək də, ümumbəşəri yaxşı, dini dəyərləri bir tərəfə qoyaq. Ümumbəşəri dəyərlər var, humanist dəyərlər var. Bir dənə o məqama istəyirəm, siz bir aydınlıq gətirəsiniz. Deyirsiniz ki, Allah buyurur ki, qadın kişinin əmanətidir. Bu mənada indi başa düşmürəm, qadın bir arada deyim var, qadın insanın dostudur. Bu nə anlamdır? Onu biz demirik, qadın insanın doldu, qadınla kişi belə bir terim var. O terim İslam'a ait bir terim. Deyilirsə ki, qadın kişinin əmanətidir. Belə çıxır ki, kişi daha bir önəmli yer. Xahisə xanımın belə bir şey. İkinci bir məqamı toxunursan. Siz deyirsiniz namus məsələsi. Nədən biz düşürük ki, tək namus kişinin namusu olmalı? Burada qadın namus yerkən evin eşiyinin qayğısına qalmalıdır. Əlbəttə ki, yəni evinə, ailəsinə xələl, zərər gətirə biləcək hərəkət və davranışlar etməməlidir mənasıyla. Bu məsələdə lap belə Azərbaycanlı qadınlar evinin kişinin namusunu da qorumalıdır. Nəyə görə xanım namusunu tapdatmalıdır, özünün də və ailəsinin də. Bu ailənin dəyərlərinə sahib çıxmaq mənasıdır. Siz dəqiqə namus deyərkən cinsi münasibəti ağlınıza gətirməyin. Və ya olursa da nəyə görə olmamalıdır? Əlbəttə namusunu, şərəfini qorumalıdır. Kişi də eyni şəkildə qorumalıdır. Bugün daha çox o danışdığımız namus məsələsi görən kişilərdir. Bir dəqiqə, Xahisə xanım, bir dəqiqə, mənə qulaq asın. Deməli, belə bir
məqam var da. əlaqəsi Deməli var. belə bir məqam Qazandırmır var. axı insana. Ümumiyyətlə heç kim istəməz ki, Rəşad Biz həm müəllim. dedik dindar deyilik, dinlə əlaqəmiz yoxdur. Həm də hər şey dinin Günay xanım, üstündə. Yox, söhbət ondan gedir ki, bizim problemlərin yaranma Ümumiyyətlə səbəblərinin mən bir əksəriyyətində məqamı o deyim dini, də, heç kim istəməz ki, məqamlar heç kim istəməz ki, ümumiyyətlə heç bir xanım istəməz ki, o efirdən ümumiyyətlə hər hansı bir bizim yaxşı qarşılamadığımız şeyi təbliğ etsin. Xalisə xanımın demək istədiyini o bizə və tamaşaçılara ola bilsin ki, başqa bir tərzdə onu ifadə elədi. Amma bu ifadə tərzi o demək deyil ki, Xalisə xanım nəyisə o bizim səhv qəbul edildiklərimizi, o da bir gözəl bir ailənin xanımıdır və o da öz həyatda dəyərləri var, özünün namus kodeksləri var, davranış kodeksləri var. Sadəcə ola bilsin ki, müəyyən qədər özünü düz ifadə etmədi. Gəlin bunu bu cür aqressiv qarşılamayaq. Təbii ki, yəni özünün ifadə eləməyinə icazə verək və mən istəyirəm ki, bu cinsi məsələyə artıq toxunmadan, yəni məsələ elədir ki, ola bilər hər bir ər-arvad arasında cinsi uyuşmazlıq ola bilər və mən sadəcə bu cinsi tərəf deyil hər şeyi tənzimləyən. İnsanlar cinsi tərəfdən bir-birini bəlkə də təmin eləyə bilməzlər, amma onun döyülməsinə, əlində yaralar açılmasına səbəb deyil. Yəni bu işgəncə hardan doğur, Hafiz müəllim? Bir insanı sevməyə bilər, gözündən düşə bilər, müəyyən qüsurlar eləyə bilər. Bəs onun o bədənində yaralar, o işgəncənin əsası nədir? Bilirsiniz, cəmiyyətdə, təbiətdə güclünün gücsüzü məhv eləmək bir anlamı var, anlayışı var. Və eləcə də insanlar arasında güclünün gücsüz üzərində öz hegemonluğunu, böyüklüyünü, qüdrətini göstərmək istəyi, ehtiyacı var. İnsanın içində, xislətində var. Mən xanımdan çox-çox uzaq bir fikir demək istəyirəm. Mən heç bir xanıma onu şamil eləmək istəmirəm. Amma atalarda bizdə belə bir məsələ var ki, deyir, yaxşı at özünə qamçı vurdurmur. O mənada məsəl üçün, bizdə ailələrdə, mən o fikrin üstündəyəm ki, əgər qadınlar və kişilər, kişi ilə qadın hər kəs öz yerini düzgün tapsa, düzgün bilsə və o ailədə qadın-kişi münaqişəsi yaranmaz. Bu cavabımızı burada yekunlaşdıraq. Gəlin qısa eləyək də, cavablarımızı qısa tutaq. Əli müəllim, razısınızmı? Doğrudan da yaxşı at özünə qamçı vurdurmur, amma çox qısa xahiş edirəm. Yəni vurdurar. Yox, iki cür başa düşmək olar da onu. Amma bunu qısa deyin, xahiş edirəm. Zamanınız bir dəqiqə... Mən gəl üzr istəyirəm, həmən qadında o ləkə olana qədər orada söz-söhbət oldu. Koroğlu nə deyir? Deyir, döyüşün şərti nədir? Deyir, əvvəl söyüş, sonra döyüş. Bir adam söyüş olmasa, dalı döyüş olmur. Cavab qaytaran da olur. Ataların bir sözü də var, deyir, biri od olanda, biri su olar. Cəfər Cabbarlı, ötən səfər demişəm mən, yenə Cəfər Cabbarlı. Bu da bazı sözdə, mən bu ilə kişinin sözünü Dinləyək sizə də söz verəcəm, buyurun. Əli müəllim, siz... Bu biləni mən çoxdan unutmuşam. Maşallah müasirdir. Siz zamanınızı yaxın tükədirsiniz. Qoca kişinin yanında əldən ayağına danışan xanımlarımız var bizim. Həmən ixtiyarı onlara vermək lazım. Cəfər Cabbarlının yada salaq, ruhu şad olsun. Sevil əsərində yazır ki, qadınlar kişiləşəndə kişilər arvadlaşmalıdır. Əli müəllim, niyə? Zamanımız... Ona görə ki, iki qoçun başı bir qazanda qaynamaz. Büyünəri iki qoç çıxıbdı ortaya. Aydındır. Hamının hüququ güya birdir. Amma elə ümumiyyətlə, gəlin burada olan söhbətləri şəxsiləşdirməyək. Burada olan söhbətlər tam, yəni hər birimizin, yəni səmimiyyətindən və necə deyim, mövzunun doğrudan da yaralı olmasından xəbər verir. Və Xalisə xanım, bax, Hafiz müəllim dediyinizsə, indi cavab verə bilərsiniz. Yəni, doğrudan da çox adam belə düşünür ki, yaxşı at özünə qamçı vurur. Hətta Türkiyədə səhv eləmirəmsə, bu nazirlərdən, deyəsən, ailədən sorumlu bakanlardan biri bu yaxınlarda belə bir açıqlama verdi ki, orada da bu ölüm halları çoxalıb və davam var ki, dedi ki, qadın özünü elə aparsın ki, öldürülməsin, döyülməsin. Yəni, belə bir var düşüncə, nə eləmək olar? Söhbət ona gedir ki, bax, Türkiyədəki məsələ ilə bağlı. Avropa Məhkəməsinin, Avropa İnsan Hüquqları Məhkəməsinin birinci işidir ki, ailə daxili zorakılıqla bağlı Türkiyəyə qarşı çıxarılıb, Opus Türkiyəyə qarşı olan işdir. Orada da sırf ailə daxili zorakılıq ilk dəfə olaraq işgəncə, yəni ki, konvensiyanın 3-cü maddəsinin pozulması kimi qəbul edilibdir. O ki, qalır, həmin o, mən onu dinləməmişəm, o həmin bakanın çıxışını, o bakan sadəcə olaraq indiki situasiyada çıxış yolunu yalnız bunda görür. Yəni, çıxış yolunu görür ki, hesab edir ki, qadınlar əgər özlərini qorumaq istəyirlərsə, sadəcə olaraq özünü öldürmə həddinə gətirib çatdırmasınlar. Baxın, bugün, yəni, Türkiyə cəmiyyəti ilə Azərbaycan cəmiyyəti müəyyən mənada oxşardır. İstər dini baxımdan, istər bəzi, amma olur bizdən qat-qat biraz qabağa getmiş cəmiyyətdə. O ki, qaldı Azərbaycanda, yəni, bu gün bizdə